Vegetarian olmağa necə qərar verdiniz? Hansı ki, təlimlərimdə enerji uyumlanmaları vardı və o enerji uyumlanmalarına öncə 3 gün ət yeməməliydik, heyvansal qidalar yeməməliydik və o qidaları yeməyəndə mən özümü daha yaxşı, daha enerjik hiss eləməyə başladım. Belə tərk edilməkdir. Genetik də bizə təsir etdiyi üçün, qanımıza da təsir etdiyi üçün, hansısa ki, bağlantı qurmaq istədiyiniz yerlərdə kömək edir. Məsəl üçün, intuisiyamı daha güclü işlətmək istəyirəm, bu zaman onun frekansı daha yüksək olur. Yəni, heyvansal qidalar bizi biraz geri çəkir. Adi bir misal göstərə bilərəm. Tutaq ki, heyvan kəsilir də. O heyvan olsa da, o kəsilən zaman bir qorxu hiss eləyir. Heyvanda qan var, qanın genetik bir bağı var. Siz də onu yediyiniz zaman enerjisel olaraq... Proteini hardan alırsınız? Çünki idman da edirəm dediniz, ona görə yəni bəzərin inkişafı üçün də protein lazımdır. Protein, göyərti... Paxlavlardan... Yəni, onları yeyirəm, yəni quru meyvələri çox tükətirəm. Quru meyvələrin hər növünü yeyirəm. Göyərti yeyirəm, sonra toxumlar, məsəl üçün, kətan toxumu, chia toxumu, zirə toxumu. O, əslində omega-3 mənbəyidir. Onları tükətirəm, onları da tükətirəm, yəni mütəmadi olaraq aralıqlarla. Çörəyi çalışıb, lavaş, bir də qara çörək yeyirəm. O da qara fətirlər.